Abituriyentlər və müəllimlər. Bugün sabit cərəyan qanunlarına aid olan testlərdən ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanala abunə olmağı unutmayın. Gəlin onda başlayaq. Bir nömrəli sualda mənə deyir ki, daxili müqaviməti 8 ohm olan cərəyan mənbəyi müqaviməti 12 ohm olan naqillə qapanmışdır. Əgər xarici dövrədə ayrılan güc 12 watt olarsa, mənbəyin elektrik hərəkət qüvvəsini hesablayın. Gəlin görək birinci mənə nə verilib. Daxili müqavimət verilib, yəni kiçik R. Bunu yazıram, R bərabərdir 8 ohma. Daha sonra verilib xarici müqavimət, yəni böyük R. Yazıram 12 ohm. İndi məndən EHİQ-ını istəyirsə, mən EHİQ-ını tapmaq üçün ya gərginliyi bilməliyəm, ya da ki cərəyan şiddətini. Gəlin cərəyan şiddətini taparaq EHİQ-ını tapaq. Deməli, gücün düsturunu yazaram. P bərabərdir I kvadratı R. Buradan cərəyan şiddətini tapa bilərəm. Olur I bərabərdir kökün altında P bölünsün R. Yerinə qoyuram. Gücü mənə verib 12. R-i də mənə verib 12. 12-yi 12-yə bölürəm və kökdən də 1 çıxır. Deməli, cərəyan şiddətini 1 tapdım mı? Bundan sonra elektrik hərəkət qüvvəmi tapa bilərəm. Epsilon bərabərdir. Gəlin düsturun özünü yazaq sonra. I bərabərdir epsilon bölünsün R plus R. Buradan da epsilonu tapanda alıram ki, I vurulsun R plus R. Gətirək aldıqlarımızı yerinə qoyaq. Epsilon bərabərdir. İni 1 almışam. Qoydum yerinə. Böyük yerim 12'dir. Üstə gəlinsin. Kiçik yerim də 8'dir. 12'nin də üzərinə 8 gələndə cavabı alıram 20 volt. Bir nömrəli də cavab oldu 20 volt. Keçirəm 2-yə. Elektrik hərəkət qüvvəsi 1.1 volt olan mənbəyə qoşulmuş 2 ohm müqavimətli naqildən axan cərəyan şiddəti 0.5 amperdir. Qısa qapanma cərəyan şiddətini hesablayın. Gəlin görək bizə nələr verilib. Deməli, epsilonu verib 1.1 volt yazıram. 2 ohm müqavimətli naqil. Deməli, böyük yeri verib mənə 2 ohm. Bir də qısa qapanma cərəyan şiddətini verib 0.5 amper. Yaxşı. Deməli, burada I qısa qapanmanın düsturu belə idi. I qısa qapanma bərabər idi. Epsilon bölünsün R-ə. Yəni kiçik yerə. İndi mən buradan qısa qapanma cərəyan şiddətini tapmaq üçün kiçik yeri bilməliyəm. Epsilon var, kiçik yeri yoxdur. Kiçik yerdə cərəyan şiddətinin düsturundan tapa bilərəm. Cərəyan şiddətinin özünün düsturu I bərabərdir. Epsilon bölünsün R plus R-dir. Burada da bizə ini verib, gətirib yerinə qoyaram. 0.5 bərabərdir. Epsilonu verib 1.1. Böyük yerimi 2 verib, 2 üstə gəlir. Çarpaz vuranda 0.5'i 2'yə vuraram 1. Üstə gəlsin 0.5 bərabərdir 1.1'ə. Buradan 0.5 R-i alıram 0.1. Onda R də bərabər olur. 1'i 5'ə bölürəm 0.2. Kiçik yerdə tapdım mı? İndi I qısa qapanmada yerinə qoya bilərəm. I qısa qapanma bərabərdir epsilon bölünsün R. O da bərabərdir. Epsilonum var 1.1'dir. Kiçik yerimi də tapdım 0.2. Bunu da tapanda mənə verir 5.5 amper. Yəni cavab olur 5.5 amper. Gəlirəm 3 nömrəli suala. Qapalı dövrənin xarici müqaviməti mənbəyin daxili müqavimətindən 3 dəfə çox. Deməli, xarici müqavimət daxilidən 3 dəfə çoxdur. Yazıram. 3 dənə kiçik yerə bərabərdir və dövrədəki cərəyan şiddətini verib. I bərabərdir 3 amper. Olarsa, mənbəyin qısa qapanma cərəyan şiddətini tapın. Qısa qapanma cərəyan şiddəti I qısa qapanma bərabərdir. Epsilon bölünsün R-dir. Mən qısa qapanmanı tapmaq üçün həm epsilonu bilməliyəm, həm kiçik yeri bilməliyəm. Gəlin onda tapaq. Deməli, I-nin özünün düsturu var. I bərabərdir. Epsilon bölünsün R plus R. Buradan mən epsilonu tapa bilərəm. 3 bərabərdir. Epsilon yoxdur. Böyük yerin yerinə də kiçiyi 3 R qoyub üstünə də R gəlsəm, onda buradan mən epsilonu alaram ki 12 R. Bəli. Sonra da gətirib burada yerinə qoyuram. Gətirək qoyaq burada. Bərabərdir. Epsilon yerinə qoydum 12 R. Böldüm R-ə. R-lər də getdi. Onda I qısa qapanmanı alıram 12 amper. Bu şəkildə həll edirik.
Gəlirəm 4 nömrəli suala. Qapalı dövrədəki cəryan mənbəyinin sıxaclarındakı gərginliyin cəryan şiddətindən asılılıq qrafiki verilmişdir. Xarici müqavimətin 18 ohm olduğunu bilərək dövrədəki cəryan şiddəti. Onun maksimal qiyməti EHQ-dır, yəni epsilondur. Götürürəm epsilon bərabərdir 10. İnin maksimal qiyməti I qısa qapanmadır. Bunu da götürürəm 5. Onda mən kiçik yeri tapa bilərəm. I qısa qapanmanın düsturu bərabər idi. Epsilon bölünsün R idi. Buradan da R'i tapanda alırdım. Epsilon bölürsün I. Deməli, epsilon 10'dur. I də 5'dir. 10'u 5'e bölürəm, tapıram 2. Bundan sonra da I bərabərdir. Epsilon bölünsün R plus R yazıram. Buradan yerinə qoyuram. Epsilon 10 idi. Kiçik yeri 2 tapdım. Böyük yerimdə 18. 2'nin üstü 18 gəndə 20. 10 bölünsün 20, yəni 2'də 1. O da I bərabərdir 0.5 edir. Cavab oldu 0.5 amper. Keçirəm növbəti suala. 5 nömrəli sualda bizə deyir ki, qapalı dövrədəki cəryan mənbəyinin qütblərindəki gərginliyin cəryan şiddətinə asılılıq qrafiki verilmişdir. Xarici müqavimət 4 ohm olarsa dövrədəki cəryan şiddəti. Deməli, onun maksimal qiyməti epsilondur. Yazıram, epsilon bərabərdir 5'ə. İnin maksimal qiyməti isə I qısa qapanma. Bunu da yazıram, I qısa qapanma bərabərdir 5'ə. Buradan kiçik yeri taparam. Kiçik yer bərabərdir. Deməli, epsilon bölünsün I-yə. 5'i 5'e bölürəm, alıram 1. Daha sonra isə I cəryan şiddətinin düsturunu yazıram. I bərabərdir. Epsilon bölünsün R plus R. Yerinə qoyuram. Epsilon 5'dir. R plus R'im də 1'in üstə 4 gəlirəm 5. Və burada alıram cavabı 1 amper. Keçək 6 nömrəli suala. Birləşmələrdə eyni istilik miqdarı ayrılan zaman fasilələrində arasındakı doğru münasibəti müəyyən edin. Deməli, burada mən nəyə baxıram? Burada baxıram ki, zamanları müqayisə etməyimi istəyir və deyir, eyni qədər istilik miqdarı ayrılıb. Gəlin birinci baxaq. R1'in ümumi müqaviməti nə qədərdir? Bu iki naqil ardıcıl birləşibsə, ümumi müqavimət tapanda toplanır, olur 2R. İkinciyə baxanda görürəm paralel birləşiblər. Ümumi müqavimət tapanda alıram R bölünsün 2. İndi burada belə bir şey var. Deyir, eyni qədər istilik miqdarı ayrılıb və mənə deyir, gərginlik eynidir. Yəni istilik miqdarının gərginlik olan düsturundan istifadə edəcəm. O da hansıdır? Yazın buradan. Q bərabərdir. U kvadratı bölünsün R vurulsun T düsturu. Bundan istifadə etməliyəm. Deməli, onda belə edəcəm. Q1 üçün yazıram ki, Q1 bərabərdir. U kvadratı bölünsün R1 vurulsun T1. O da bərabərdir. Deməli, U kvadratı qalır yerində. R1'in yerinə qoyuram 2R vurulsun T1. İkinci üçün də eyni ifadədən yazıram. U kvadratı bölünsün R2 vurulsun T2. O da bərabərdir. U kvadratı bölünsün R2'nin yerinə R bölü 2 yazanda 2 sürətə R məxrəcə vurulsun T2. Eyni qədər istilik miqdarı ayrılıb dediyi üçün də bu ifadələri bir-birinə bərabər edirəm. Deməli, U kvadratı bölünsün 2R vurulsun T1 bərabərdir. 2U kvadratı bölünsün R vurulsun T2'yə. Buradan da bunlar gedir. R'lər ixtisar getdi. U kvadratları getdi. Onda T2 bərabər olur. T1 bölünsün 4'ə və yaxud tam tərsi. T1 bərabərdir 4 T2'yə. 7 nömrəli sual. Bir-biri ilə ardıcıl birləşdirilmiş mis naqillərdə sərbəst elektronların nizamlı hərəkət sürətləri arasındakı doğru münasibət. Düsturumuz belədir ki, I bərabərdir 7. İndi burada mən baxıram nəyə? Buradan sürəti tapanda V bərabər olur. I bölünsün SN bu şəkildə. Yəni S vurulsun, Y vurulsun N-ə. Bu şəkildə aldıqdan sonra baxıram ki, mənim hərəkət sürətim N kəsin sahəsindən tərs asılıdır. Onda V1'in V2 olan nisbəti bərabərdir S2'nin S1 olan nisbətinə. S2'm 2S'dir, S1'im də S'dir. Bunlar ixtisar gedir, onda V1 bərabər olur 2V2. Cavab oldu V1 bərabərdir 2V2. Gəlirəm 8 nömrəli suala. Daxili müqaviməti R olan cəryan mənbəyinə hər birinin müqaviməti R bərabər 4R olan 2 rezistor ardıcıl birləşdirilmişdir. Bu rezistorlar paralel birləşdirilərsə dövrədəki cəryan şiddəti necə dəyişər? Deməli, əvvəla bunlar necə birləşib? Deməli, bunlar belə birinci halda ardıcıl birləşiblər. Ardıcıl birləşib hər birinin də müqavimətini kiçik 4R verib.
Bunu yazaq bura. Onda ardıcıl birləşmədə ümumi müqavimət tapanda R ümumi bərabər olur. Bunlar toplanır, 8-ir. İndi cəryan şiddətimi birinci halda tapanda alıram epsilon bölünsün R plus R. 8R'in üstünə də bir dənə kiçik yer gəndə edir epsilon bölünsün 9R. Bu qalır belə. Sonra onları ardıcıl birləşdirən, paralel birləşdirəndə R ümumi müqavimət olur 4R bölünsün 2-yə. Yəni birinin müqavimətinin yarısına, saylarına bölürəm 2R olur. Onda i üçün yazanda i bərabər olur epsilon bölünsün R plus R-ə. Burada yerinə qoyanda bu dəfə alıram epsilon bölünsün 3R. Mən nə gördüm? Buradan görürəm ki, əvvəlcə məxrəc 9R idi, sonra oldu 3R. Buradan nə görürəm? Görürəm ki, məxrəc 3 dəfə azaldı. Məxrəc 3 dəfə azaldı, sonda cəryan şiddəti 3 dəfə artar deməli. Cavab olur 3 dəfə artar. 9 nömrəli sual. Daxili müqaviməti R olan cəryan mənbəyinə hər birinin müqaviməti 3R olan 3 rezistor paralel qoşulmuşdur. Bu rezistorlar ardıcıl birləşdirilərsə. Deməli, birinci halda R ümumi müqavimət tapanda bunlar paralel birləşib. 3 rezistordur. Onda bunların müqavimətini bölərəm 3-ə. Taparam R. Bu halda cəryan şiddətini tapanda I bərabərdir epsilon bölünsün R plus R olur. Yəni epsilon bölünsün 2R alıram. Sonra bunları ardıcıl birləşdirəndə ümumi müqaviməti tapanda mənə verir 6R. 6 yox 9R. Bu halda cəryan şiddətini tapanda I bərabər olur epsilon bölünsün R plus R-ə. Yerinə də qoyanda epsilon bölünsün 10R. Görürəm ki, məxrəc 5 dəfə artdı. Məxrəc 5 dəfə artdısa cəryan şiddəti 5 dəfə azalmalıdır. Cavab olur 5 dəfə azalır. Keçirəm növbəti suala. Qalvanik elementlər batareyasına müqaviməti 16 ohm olan rezistor qoşanda dövrədəki cəryan şiddəti 1 amper. Müqaviməti 8 ohm olan rezistor qoşanda isə cəryan şiddəti 1.8 amper oldu. Batareya qısa qapananda cəryan şiddətini hesablayın. Deməli, birinci halda mənə deyir ki, R1 bərabərdir 16 ohm qoşanda dövrədəki cəryan şiddəti I bərabərdir 1 amper oldu. Sonra I1 yazaq. R2 bərabərdir 8 ohm qoşanda isə cəryan şiddəti oldu 1.8 amper. İndi mənə deyir, batareya qısa qapananda cəryan şiddətini hesablayın. Deməli, batareya qısa qapananda I qısa qapanma bərabər olur epsilon bölünsün R-ə. Deməli, mən buradan epsilonu da tapmalıyam, bir də R-i tapmalıyam. Mən belə edəcəm. I bərabərdir epsilon bölünsün R plus R-dir da, düstur. Epsilonun hər ikisində bərabərdir. Bərabərləşdirəcəm. Yəni yazacağım I1 vurulsun R1 üstə gəl R bərabərdir I2 vurulsun R2 üstə gəlsin R-ə. Buradan gəlin görək nə alırıq. I1 1-dir. 1 vurulsun 16 üstə gəl R bərabərdir. 1.8 vurulsun 8 üstə gəl R-ə. Buradan da deməli, mən alaram 16 üstə gəl R bərabərdir. 1.8-i 8-ə vuraram. Bu edir 14,4. Üstə gəlsin 1,8 R-ə. Deməli, buradan 14,4-ü digər tərəfə keçirirəm. 16-dan 14,4 çıxanda deməli, bizdə qalır 1,6 bərabərdir 0,8 R-ə. Buradan da onda R-i tapıram ki, 2-dir. Kiçik R tapdım mı 2? R-i artıq bilirəm. Amma epsilonu tapmaq üçün də hər hansısa birində gətirib yerinə qoya bilərəm. Gətirək qoyaq, I1-də qoyuram. I1 bərabərdir, epsilon bölünsün, R1 üstə gəlsin R-ə. Buradan deməli, I1-im neçə idi? 1 bərabərdir, epsilonum yox idi. R-im 16 idi, üstə gəlirəm 2. Buradan da onda epsilonu tapıram 18. Gətirib burada qoyuram. 18-i də 2-yə bölsəm, 10-cu da cavabı alaram 9. Keçirəm onda növbəti suala. Gələk 11 nömrəli suala. Bizə deyir ki, qalvanik elementlər batareyasına müqaviməti 12 ohm olan rezistor qoşduqda dövrədə cəryan şiddəti 2 amper, müqaviməti 6 ohm olan rezistor qoşanda isə cəryan şiddəti 3 amper oldu. Batareya qısa qapananda cəryan şiddəti nə qədər olar? Deməli, birinci növbədə bayaq kimi epsilonları bir-birinə bərabər edib kiçik yer tapmalıyam. Epsilonları bərabər edəndə belə bir ifadə alınır. I1 vurulsun R1 üstə gəlir, bərabərdir. I2 vurulsun, R2 üstə gəlsin R-ə. Buradan I1-i yerinə qoyuram 2-dir. Vurulsun, R1-im 12-dir. Üstə gəlir. Bərabərdir. I2 3-dür. R2 də 6-dır. Üstə gəlir. Buradan deməli, vurub açaram mötərizələri. 24 üstə gəl 2R. Bərabərdir. 18 üstə gəlsin 3R.
Buradan da alıram ki R bərabərdir 6-ya. R 6 aldım mı? Gətirib düsturda yerinə qoyub epsilon 1-də məsələn qoyaq. I1 vurulsun, R1 üstə gəl R-də. I1 2 idi, R1-im 12 idi, üstə də 6 gəlirəm. 12-nin üzərinə də 6 gələndə 18 edir. 18 də 2-yə vuranda 36. Epsilon 36 tapdım mı? Ondan sonrası santdı artıq. Epsilon 36 tapandan sonra I qısa qapanma bərabərdir. Epsilon bölünsün R yazıram. Epsilon 36, R'i də 6 tapmışam. 36-nı da 6-ya bölürəm. Onda qısa qapanma cəryan şiddətini 6 amper tapıram. 12. Cəryanın gücü 800 Watt olan 50 ohm müqavimətli naqilin kəsiyindən hər saniyədə neçə elektron keçir? Deməli, gücü mənə verib 800 Watt. Birdən müqaviməti verib 50 ohm. Mən buradan cəryan şiddətini tapa bilərəm. 50 ohm. Deməli, P bərabərdir I kvadratı R-ə görə. Cəryan şiddətini tapanda kökün altında olur. P bölünsün R. Yerinə qoysam kök altında 800 bölünsün 50. Bu edir 16, ondan da çıxır 4. Cəryan şiddəti üçün də yazıram I bərabərdir. Belə yazaq. Q bərabərdir IT. İni buradan tapanda olur Q böl T. Q-nü də açıram NY ilə. NY bölünsün T. Məndən də neçə elektron keçər deyir, yəni N istəyir. N-i də tapanda IT bölünsün Y alıram. Deməli, ini 4 tapdım. Hər saniyə deyir. T-nin yerinə 1 qoyuram. Y-nin də yerinə 1,6 vurulsun 10 üstü mənfi 19. Deməli, buradan 0 çəksəm bu 10 üstündən silərəm və yaxud belə yazaq. Bunu 8-ə ixtisar apararam 2, bunu 8-ə ixtisar apararam 5. Bu da edir 2 onda 5. M bərabər olur 2,5 vurulsun 10 üstü 19. Cavab elə budur. 2 onda 5 vurulsun 10 üstü 19-a. 13 nömrəli sual. Uclarındakı potensiallar fərqi 160 volt, müqaviməti 10 ohm olan metal naqilinin kəsiyindən 5 dəqiqə ərzində neçə elektron keçər? Bizə gərginliyi verib, müqaviməti verib. Onda yazıram ki, I bərabərdir, U bölür. Buradan I-ni taparam, 160-ı bölürəm 10-a. Bu edir 16. Sonra da yazıram ki, I bərabərdir, Q böl T. Buradan da Q-ni açıram, N-yə bölünsün T. N istəyir, M bərabərdir, IT bölünsün Y. Buradan I nə qədərdir? 16 tapdıq. 5 dəqiqə 300 saniyədir. Bölürəm. Y-də 1,6 vurulsun 10 üstü mənfi 19'dur. 1,6 vurulsun 10 üstü mənfi 19. Buradan da ixtisarlarımı aparsam, bura bir 0 gələr. 16'lar gedər. Deməli, alaram 3 vurulsun 10 üstü müsbət 22. Cavab edir 3 vurulsun 10 üstü 22. Gəlirəm 14 nömrəli suala. Qapalı dövrədəki cəryan mənbəyinin sıxaclarındakı gərginliyin cəryan şiddətindən asılılıq qrafiki verilmişdir. Xarici müqavimətin 18 ohm olduğunu bilərək mənbəyin qütblərindəki gərginliyi hesablayın. Deməli, bu dəfə məndən gərginlik istəyir. Əvvəla, epsilon var. Epsilon bərabərdir 10-a. I qısa qapanma var 5'dir. Onda buradan kiçik yeri tapa bilərəm. Epsilon bölünsün I qısa qapanmaya görə. Onu bölərəm 5'ə. Taparam 2. Sonra da gərginlik üçün yazaram U bərabərdir. Epsilon R bölünsün R plus R. Epsilon 10'dur. Böyük yerim 18'dir. Bölünsün R plus R'im də 20'dir. Bu da edir 9 volt. Cavab oldu 9 volt. Gəlirəm 15 nömrəli suala. K çarpı 1 və 2 vəziyyətində olduqda ampermetrin göstərişi nəyə bərabərdir? Gəlin birinci 1 vəziyyətində. Baxaq görək ampermetrin göstərişi nəyə bərabərdir? 1 vəziyyətində dövrə açıqdır. Yəni bura müsbət, bura mənfi desəm, cəryan şiddəti gəlir. Baxın belə. Ampermetrdən keçir, dövrəni tamamlayır. Yəni mən 1 vəziyyətində cəryan şiddətimi tapanda I1 bərabərdir. Epsilon bölünsün R plus R ilə gedə bilərəm. Deməli, epsilonum 6'dır. R plus R'im də 1'in üstə 2 gəlirəm 3. Birinci halda cəryan şiddətim 2 amperdir. Amma ikinci hala gələndə, ikinci halda ki bağlayıram mən bu açarı, bağlayanda belə bir şey olur. Deməli, cəryan buradan gəlir gəlməyinə, gəlir, qarşısına 2 yol çıxır. Bir boş qol, bir də müqavimətli qol. Əlbəttə ki, cəryan da qarşısına 2 yol çıxanda müqavimətli yolla yox, boş yolla keçir və dövrəni tamamlayır. Bu zaman ampermetrdən cəryan keçmir. Ampermetrdən cəryan keçmədiyi üçün də I2 olur 0.
Birinci halda 2 amper, ikinci halda isə 0 olur. 16. K çarpı 1 vəziyyətində və 2 vəziyyətində olduqda ampermetrin göstərişi. 1 vəziyyətində olduqda dövrə açıqdır, yəni cəryan gəlir, bircə dənə yolu var, müqavimətli yol keçir, dövrəni tamamlayır. Onda cəryan şiddətini tapanda I bərabərdə epsilon bölünsün R plus R-lə yazıram. Epsilon 12-dir, R plus R-im də 4-dür, bu edir 3. Birinci halda 3 amper olur. İkinci halda isə cəryanın qarşısına 2 yol çıxır. Deməli, dövrəni bağlayıram ikinci halda. Bura müsbət, bura mənfi deyəndə gəlir 2 yol var. Bir boş qol, bir müqavimətli qol. Əlbəttə ki, cəryan da həmişə nə edir? Boş qolla müqavimətli qol arasında seçim edəndə boş qolla gedir. Və dövrəni tamamlayır. Ona görə buradakı ampermetrdən cəryan keçmir. Məhz bu səbəbdən də cəryan şiddəti ikinci halda olur 0. Gəlirəm növbəti suala. 17 nömrəli sual. Qapalı dövrədəki cəryan mənbəyinin qütblərindəki gərginliyin cəryan şiddətindən asılılıq qrafiki vermişdir. M nöqtəsinə uyğun xarici müqavimət. Əvvəla burada mən baxan kimi görürəm ki, epsilonu verib mənə. Epsilon bərabərdir 30-a. I qısa qapanmanı verib mənə. 10. Onda kiçik yeri buradan tez tapıram. Kiçik yer bərabərdir epsilon bölünsün I qısa qapanma. 30 10-a bölürəm və kiçik yerimi, yəni daxili müqavimətimi 3 tapıram. Daha sonra M nöqtəsinə uyğun xarici müqavimət istəyir. Baxın, gərginliyim də var. Onda yazıram U bərabərdir. Epsilon R bölünsün R plus R. Mənə verilənləri yerinə qoyuram. Gərginlik 5-dir, bərabərdir. Epsilon 30-dur, vurulsun R bölünsün. R üstə gəlsin, kiçik yerdə 3 tapmışam. Buradan elə bu 30 ilə 5-i ixtisar apararam. 6R bərabərdir R plus 3-ə. Onda buradan 5R bərabərdir 3-dürsə əgər. Onda R bərabərdir nəyə? 0,6 ohma. Cavab oldu 0,6 ohm. Gəlirəm 18 nömrəli suala. Qapalı dövrədəki cəryan şiddətinin xarici dövrənin müqavimətindən asılılıq qrafikinə görə mənbəyin I-qısını hesablayın. Deməli, baxıram ki, I-nin maksimal qiyməti verilib. Bu I-qısa qapanmadır. I-qısa qapanma 10 amperdir. Və nə deyir mənə? Deyir, xarici dövrənin müqavimətindən asılılıq qrafikinə görə I-qını tapın. I-qısa qapanma var. Bundan istifadə edəcəm. Belə baxıram, cəryan şiddətim də var. I bərabərdir 5 amperdir. R-im də var. 4 ohmdur. Onda mən buradan gərginliyi tapa bilərəm. Gərginliyi də tapa bilərəm. Və yaxud belə yaza bilərəm ki, I qısa qapanma bərabərdir. Epsilon böl R yazaram. Bunu bərabər edərəm 10-a. Yəni bir sözlə R-i taparam ki, və yaxud belə yazaq. Epsilon taparam ki, 10 R-dir. Bunu yadda saxlayaq, çünki bu mənə lazım olacaq. Epsilon bərabərdir 10 R-dir. Bunu tapdım mı? Sonra I-nin düsturunu yazaram. I bərabərdir epsilon bölünsün R plus R. Buradan yerinə qoyaram. 5 bərabərdir 10 R bölünsün 4 üstə gəlirəm. Buradan mən daxili müqaviməti tapacam. Çarpaz vuranda və yaxud bununla bunu ixtisar aparım 2 düşsün. 2R bərabərdir 4 üstə gəl R-ə. Onda R bərabər oldu mu 4-ə? Gətirib burada da yerinə qoyanda onu da vursam 4-ə. Məndə I-q edir 40 volt. Bu şəkildə cavabı alıram. 19 nömrəli suala baxaq. Sxemi təsvir edilmiş dövrədə K çarını qapadıqda ampermetr və voltmetrin göstərişləri necə dəyişər? Deməli, burada birinci növbədə açar açıq olan hala baxmalıyıq. Açıq. Açar açıq olan halda dövrənin ümumi müqavimətinə baxanda görürəm ki, açar açıq olan halda dövrədən keçən cəryan şiddətini yazsam I1 bərabər. Deməli, açar açıq olanda burada ümumi müqavimət üçün mən yazım buradan birinci. R ümumi bərabər olur 2R-ə. Onda gətirib I1-də nəzərə alsam olur U1, U bölünsün 2R. İkinci halda isə dövrənin ümumi müqavimətini tapanda, yəni qapalı olan halda R ümumi müqavimət bərabər olur. Açarı qapıyanda bu ikisi paraleldir. R bölünsün 2-dir. Bir də üstünə bir dənə R gəlirəm. Edir 3R bölünsün 2. Bunu da nəzərə alıb gətirib yerinə qoysam alınır 2U bölünsün 3R. Bu şəkildə alıram. İndi burada belə baxa bilərəm ki, bu nə deməkdir? Yəni 1/5R deməkdir da. Bunu məxrəci ilə belə yazsam daha yaxşı olar. U bölünsün 1/5R. Baxıram ki, müqavimət azaldı. Müqavimət azaldısa, cəryan şiddəti tərs asılı olduğu üçün cəryan şiddətim artmalıdır. Deməli, tapdım ki, ampermetrin göstərişi artar. Voltmetrdə yenə müqavimətə görə baxa bilərəm ki, birinci halda voltmetrə baxıram indi. Birinci halda voltmetr
buradakı dövrədə bu iki dənəsinin müqavimətini ölçür. Amma indi buradan cərəyan keçmir birinci halda. Ona görə də deməli bir dənə voltmetr ölçür U1-də R. Yazıram R. İkinci halda isə, yəni açarı bağlayanda bu ikisini paralel qoşulub, ikisinin də müqavimətini ölçür. Çünki paralel birləşmədə gərginliklər bərabər olur, gərginliyi ölçür. Müqavimət nə idi? Burada da ikinci halda isə müqavimət olur R bölünsün 2. Görürəm ki, müqavimət 2 dəfə azaldı. I bərabərdir U bölünsün R düsturuna görə də müqavimət 2 dəfə azaldısa, gərginlik də 2 dəfə azalar. Deməli, onda belə deyə bilərəm ki, cərəyan şiddəti artdı, yəni ampermetrin göstərişi artır, amma voltmetrin göstərişi azalır. Gəlirəm 20 nömrəli suala. Naqillərdən axan cərəyan şiddətinin ucandakı gərginlikdən asılılıq qrafikləri verilmişdir. Bu naqilləri paralel birləşdirərək gərginliyi 150 volt olan dövrəyə qoşduqda dövrədən axan cərəyan şiddətini hesablayın. Deməli, mən nə edirəm burada? Mənə veribdir, paralel birləşdirərkən ayrılan gərginliyi, axan cərəyan şiddətini soruşur. Deməli, birinci növbədə, baxın, buradan I bərabərdir, R1-i tapa bilərəm. R1 bərabərdir, U1 bölünsün I1 bərabərdir. U1 100-dür, I1 də 2-dir. R1-i tapdım 50. R2-ni tapıram, U2 bölünsün I2-yə görə. U2-m yenə 100-dür, I2-m də 4-dür. R2-ni də tapdım 25. İndi mənə deyir ki, bu naqilləri paralel birləşdirsəm. Paralel birləşdirəndə, ümumi müqaviməti tapanda R1, R2 bölünsün R1 plus R2 yazmalıyam. Yazaq tapaq. Ümumi müqaviməti. 25-i 50-yə vurmalıyam. Bölməliyəm 75-ə. Burada da elə hər tərəfi 25-ə ixtisar aparsam, 3 düşər, 25-ə 1. Bu edir 50 bölünsün 3. Sonra da mənə deyir ki, bu halda, yəni voltmetri də verib gərginliyimi 150 volt, cərəyan şiddətimi I bərabərdir U bölü R yazaram. Deməli, gərginliyim 150-dir. R-mi də 50 bölü 3 yazanda 3 sürətə 50 məxrəcə. Bundan da bu gedir, 3-ü də 3-ə vuranda cavab edir 9 amper. Gəlirəm 21 nömrəli suala. R2 metal rezistorunu qızdırdıqda ampermetrin göstərişi 3 dəfə azalarsa, R2 rezistorunun müqaviməti necə dəyişər? Deməli, mən əvvəla nəyə baxıram? Birinci halda hər birinin müqavimətini R verib, onda ümumi müqaviməti tapanda R ümumi bərabər olur 2-yə. Birinci halda budur. İkinci halda bir şey fikir verin. Bu halda gəlin cərəyan şiddətinə I1-imə sadəcə I deyim. Daha sonra cərəyan şiddəti deyir 3 dəfə azaldı ikinci halda. Deməli, I2 bərabər oldu, tutaq ki, I bölünsün 3 oldu. Ondan R2 rezistorunun müqaviməti necə dəyişər? Deməli, I bərabərdir. U bölü R düsturuna görə baxanda görürəm ki, cərəyan şiddəti müqavimətindən tərs asılıdır. Cərəyan şiddəti 3 dəfə azalıbsa, deməli, dövrənin ümumi müqaviməti 3 dəfə artıb. 2R idi, 3 dəfə artıbsa olub 6R. İndi R ümumi nədir? R1 plus R2 bərabərdir, R ümumi deyil. İndi mən nəyin üzərində iş görmüşəm? Yəni temperaturunu artırmışam R2-nin. Deməli dəyişən müqavimət R2-nin müqavimətidir. R1-ə dəymirəm. R-i qoyuram. R2-nin müqavimətini bilmirəm. Bərabər edirəm 6R. Onda R2-nin buradan müqavimətini neçə tapıram? Tapıram ki 5R. Deməli onda R2 müqavimət rezistorumun müqavimətinə baxanda görürəm ki, əvvəlcə R idi. Sonra olub ikinci halda 5R. Yəni neyini? 5 dəfə artıb. Sonra 22 nömrəli sual. K çarı 1 və 2 vəziyyətində olduqda voltmetrin göstərişləri nəyə bərabər olar? Deməli, 1 vəziyyətində olanda dövrə qapalıdır. Voltmetrin göstərişini tapıram. U bərabərdir. Bir dəqiqə. U bərabərdir. Epsilon R bölünsün. R plus R-lə. O da bərabərdir. Epsilon 6-dır, vururam 2-yə, bölürəm, ikincisi də 3 gəlir, 1 gəlirəm 3. Bu da edir 4. Dövrə açıq olan halda isə ikinci halda, yəni birinci halda voltmetrin göstərişini tapdım 4. İkinci halda dövrə açıqdır, dövrə açıq olanda voltmetr EHQ-nu ölçür. Epsilon bərabər də 6 volt olur. Birinci halda 4, ikinci halda 6 volta bərabər olar. Gəlirəm 23 nömrəli suala.
Deyir ki, müqaviməti RL olan lampa ehqısı epsilon və daxili müqaviməti R olan sabit cəryan mənbəyinə qoşulmuşdur. Lampaya ardıcıl olaraq R müqavimətli rezistoru qoşduqda ampermetrin və voltmetrin göstərişi necə dəyişər? Deməli, birinci hala baxaq. Birinci halda mən nə görürəm? Görürəm bir dənə R müqavimətli lampam var. Yəni, dövrənin ümumi müqavimətinə R deyirəm. Bu halda isə cəryan şiddətim voltmetrimdə hər ikisi bunu ölçür. İkinci halda buna bir dənə ardıcıl rezistor qoşsam, buna RL deyim də. Bu da R lampa olsun. R müqavimətdir. Onda burada ümumi müqavimət tapanda ardıcıl qoşulduğu üçün olur R üstə gəlsin RL. Aha. Deməli, burada nə görürəm mən? Burada görürəm ki, cəryan şiddətim dövrənin ümumi müqavimətini ölçürsə, ümumi müqavimət artdı. Ümumi müqavimət artdısa, cəryan şiddəti I bərabərdir U bölü R düsturuna görə nədir? Gərginlik müqavimətlə tərs asılıdır. Ona görə müqavimət artdısa, cəryan şiddətim azalmalıdır. Yəni, ampermetrin göstərişi azalar. Bəs indi voltmetrə baxıram. Deməli, voltmetrə baxanda görürəm ki, müqavimət artıbdır. Müqavimət artıbsa, gərginlik də artıb. Gərginlik artıbsa, deməli, voltmetrin göstərişi də artar. Ampermetrin göstərişi azalar, amma voltmetrin göstərişi artar. Bu şəkildə həll edirik. 24 nömrəli sual. Ehqısı 16 volt, daxili müqaviməti 1 ohm olan sabit cəryan mənbəyinə müqaviməti 7 ohm olan rezistor qoşulmuşdur. Ayrılan gücü tapın. P bərabərdir kvadratı R düsturundan gedəcəm. Bunun üçün cəryan şiddətini tapmalıyam. I bərabərdir epsilon bölünsün R plus R yazaram. Epsilon 16, R plus R'im də 8. Cəryan şiddətini 2 tapdım. Onda P bərabərdir I kvadratı R yazsam. 2'nin kvadratı 4, R də 7. Bu dedir 28 watt. Cavab oldu 28 watt. 25 nömrəli sual. Ehqısı epsilon və daxili müqaviməti R olan sabit cəryan mənbəyinə müqaviməti böyük yer olan rezistor qoşulmuşdur. Uyğun düsturları yazmaqla dövrənin tam gücün düsturu I kvadratı vurulsun R plus R'dir. Mən də buradan i'nin də yerinə epsilon bölünsün R plus R yazsam, olur epsilon bölünsün R plus R'in xaricdən kvadratı vurulsun R plus R. Buradan da kvadrata yüksəldəndə ixtisarlarımı apararam. R plus R'lərin biri gedər, belə qalar. Epsilon kvadratı bölünsün R plus R. Mən də buradan görürəm ki, güc müqavimətdən tərs asılıdır. Amma müəyyən bir qiymətdən tərs asılıdır. Yəni, kiçik R qiymətindən tərs asılı olaraq, baxın, bu şəkildə azalır. Qrafikin belə olur. Daha sonra 26. Daxili müqaviməti 3 ohm olan sabit cəryan mənbəyinin qısa qapanma cəryan şiddəti 4 amperdir. Bu mənbəyə müqaviməti 5 ohm olan rezistor qoşduqda cəryan şiddəti. Birinci növbədə, baxın, müqavimət var, kiçik müqavimət. Cəryan şiddəti var, qısa qapanma. Epsilonu tapa bilərəm. Epsilon bərabərdir I qısa qapanma vurulsun R-ə görə. 4'ü vuraram 3'ə 12. Sonra da məndən nə istəyir? İn istəyir. I bərabərdir epsilon bölünsün R plus R yazaram. Epsilonunu tapdım 12. R plus R'imdəki 3'ün də üstə 5 gəlirim 8. 12'ni də 8'ə ixtisar aparsaq, 4'ə ixtisar aparanda 2'də 3, yəni 1/5. Cavab olur 1/5 amper. 27. R bərabərdir 4 ohm, mənbəyin daxili müqaviməti 1 ohm, voltmetrin göstərişi 12 volt olarsa ehqını tapın. Onda U bərabərdir epsilon R bölünsün R plus R-lə gedirəm. 12 bərabərdir epsilon yoxdur, vurulsun 4 bölünsün 5'ə. Buradan da 4 ilə bunu ixtisar aparsam, epsilon bərabərdir 5'i 12'yə vurub 4'ə bölürəm. İxtisar aparmadım. Bu da edir, deməli, 15. Deməli, epsilonu tapıram 15 volt. Gəlirim 28 nömrəli suala. Eyni materiallardan hazırlanmış naqillərin ən kəsin sahəsi və uzunluğu uyğun olaraq bu şəkildədir. Naqillərdə ayrılan güclərin nisbətini tapın. Mən bunun üçün istifadə edəcəm müqavimətlərdən. Paralel birləşdiyi üçün gərginlik sabitdir. Bu öz yerində, yəni ular bərabərdir. P bərabərdir U kvadratı böl R-dən istifadə edəcəm və müqavimətlə tərs asıllıq quracam. Amma birinci müqavimətləri yazmalıyam. R1 üçün yazıram. Deməli, rho L1 bölünsün S1. Deməli, L1'im nə qədərdir? 2L'dir. Yazıram 2 rho L bölünsün S1'im də S'dir. Bir dəfə də R2 üçün yazıram. Rho L2 bölünsün S2. Deməli, L2'm sadəcə L'dir, yəni qalır rho L. S2'nin də yerinə 2S qoyuram.
İndi məndən P2-nin P1-ə nisbətini istəyir. P2-nin P1-ə nisbəti bərabərdir. Müqavimətlə tərs asılıdır. Yazıram onda R1-in R2-yə nisbətini. Deməli, R1-im 2 rho L bölünsün S-dir. Vururam tərsinə. 2S bölünsün rho L-ə. Buradan rho L-lər gedir, S-lər gedir. Bir-birinə vuranda cavabı alıram 4. Deməli, oldu cavab 4. 29. Deyir, eyni materiallardan hazırlanmış naqillərin en kəsiyinin sahəsi və uzunluğu verilib. Voltmetrlərin göstərişlərinin nisbətini tapın. Əvvəla bunlar ardıcıl birləşdiyi üçün cərəyanlar bərabərdir. Onda U bölü R yazsam, gərginlik müqavimətlə düz asıdır. Birinci hər biri üçün yenə müqaviməti tapıram. Rho L1 bölünsün S1 bərabərdir. Deməli, L1-im 2L verib. Onda olur 2 rho L bölünsün S1-im də S-dir sadəcə. R2 üçün də yazıram ki, rho L2 bölünsün S2. Yerinə qoysam L2 L-dir. Rho L bölünsün S2 də 2S-dir. Aha. İndi burada da gərginliklə müqavimət düz asıdırsa, U2-nin O1-ə nisbətini istəyir. O da bərabərdir onda R2-nin R1-ə nisbətinə. Deməli, R2 üçün yazıram rho L bölünsün 2S. R1 üçün də yazıram da tərsinə fırlayıram S bölünsün 2 rho L. S-lər getdi, rho L-lər getdi. 2-ni 2-yə vururam və cavabı alıram 4-də 1. Bu şəkildə həll edirik.